Ben Beyləqan şəhidiyim, Leytenant Tural Əhmanasıyam. Bugün biz gəldik bizim Ağcabədinin Hind Arxı qəsəbəsində şəhidimiz Polad Əliyevin ev muzeyində olduq. Əlbəttə ki, biz onun qardaşı Kərbəlayı Fuadı bir məclisdə tanıdıq, şəhid məclisində və oradan bax belə əlaqələr yarandı analarla. Bugün gəlməklə özümə mən borc bildim. Çünki burada ev muzeyi deyəndə şəhidlərin ev muzeyi. Mən elə elədim ki, orada bizim bağlarımızın hamısı orada. Tək mənim oğlum yox. Doğrudan da gəldim, indi baxıram. Mən o qədər belə qürurlandım ki, bu deməli şəkilləri gördükcə, şəhidlərimizi gördükcə, bir də analar öz bağlarını gördükcə nə bir sevinirlər, nə bir ürəklər açılır. Kərbalaya, Allah sənə uzun ömür, can sağlıq versin. Sənin kimi qeyrətli oğulları var eləsin. Belə bir doğrudan da çox gözəl şəhidlərin qardaşınla bahən, bütün şəhidlərin 90-cı illərdən bütün şəhidlər bir muzeyi yaratmışlar. Mən bir şey qeyd edirəm ki, sizin kimi oğullarımız var. Kaş ki, çox olardı. Yəni, onlarla var, amma yüzlərlə olardı. Bir nəfəri mən qeyd eləmək istəyirəm. Mənim oğlum şəhid olandan sonra evimin tək oğlanı idi. Yoldaşımla mən Peyğəmbərdə bir ev düzəltdik, otaq düzəltdik. Biz gecə gündüz qaldıq orada. Azərbaycan günü, jurnalistlər günü. Birdən ananın başına hava gəlib, ananı xəstəxanaya yerləşdirir. Hər bir söyledilir, heç nə baxmayaraq biz yenə qaldıq orada. Düzdür, bizə qalmaq orada ağrıydı, ağlayırdıq, xəstələnirdik, amma yenə qalırdıq. Və bir Aslanı söz demişdir. Bax, Allah onu da var eləsin. Bax, siz gözəl örnek oldunuz. Bugün nə qədər mən doğrudan da qürur istəyirdim. Və hər yerdə kaşlanmamakta, hər bir rayonda belə bir ev muzeyi olardı. Və hamı toplaşlardı onun ətrafına. Allah səni dünyaya gətirən ananı var eləsin. O valideynlərin əllərindən ötürən bir şəhid ansı olaraq. Və bugün mən muzeyə gələndə fikirləşdim ki, mən nə yad yapmalıyım. Mən oğlumun belə mübarəkli şəklini bax, istəyərəm bu ev muzeyində saxlayasam. Mən bax, ölüb getsəm də bilərəm ki, mənim oğlum yaşayacaq. Azərbaycan gəlməyəcəm. İkinci Polad Əliyevin ildönümüdür. Gəlmişəm burada, gələn əhvənin mübarəkəsini verirəm. Bu gün mən yenə demişəm deyirəm də, mənim üçün şəhidlə olan hamısı, öz anamız, atalar atam. Şəhid Polad nətərcə mənim üçün bütün şəhidlərin hamısı elədi. Bu gün mənə, bu gün yox, bu gündən qabaqda demişəm, mən də deyirəm. Bu şəhidlərin hər bir əmanəti mənim gözümüzdədir. Bu gün də Polad, elə bilən, tək Polad yox, Polad Ağdan, mənim qardaşımdır. Onu da gözüm üstə, bayrağım, başım üstə, Poladla bağım bir yeri qoyub saxlamaq mənim üçün bir qüvvət qoyur. Siz mənim üçün elə bir ki, böyük bir hədiyyəsiniz. Siz mənim üçün elə bir açıq deyim ki, səmimi qəlbimdəyim, elə bir ki, Hacı Məşə Kərbala bir insansınız. Mənim ən böyük arzularımız məsələn, oradır, həmin bizim ən gəldiyi üçün, hər bir şəhid anası evinə gedib gəlmək, hər bir şəhid evində olmaq, mən onlardan var. Sağ olun, çox sağ olun. Allah təmin eləsin, buna mənim gözüm üstə, bax, mən də gözümün tərfli Allahım, nə tərbiyə edirsən, elə də saxlayacağım, axıra kimi, gələn bütün çəkilsən, hamısını şirşir göstərirsin. İnşallah, inşallah.